Salam əziz izləyicilər, bu dərsimizdə sizlərlə birlikdə daha öncə magistr, dövlət qulluğu imtahanlarında düşən və din nəşrlərində istifadə olunan sual tiplərinə uyğun nümunələr əsasında şəkil ardıcıllıqları mövzusunu öyrənəcəyik. Gəlin vaxt itirmədən ilk sual nümunəmizə keçək. Gördüyünüz bu sual nümunəsini yəqin ki, son magistr imtahanında iştirak edən tələbələr də xatırlayacaq. Hətta deyərdim ki, o imtahanda düşən sual bundan bir balaca da daha asan saymaq olardı. Və bu sual nümunəsini niyə asan olaraq qiymətləndiririk? Çünki eyni düzbucaqlıların içərisində iki fərqli fiqurun ardıcıllığından söhbət gedir. O fiqurlar ki, biri qara rəngdə üçbucaqdır, biri ağ rəngdə üçbucaqdır. Hətta bu üçbucaqların yer dəyişməsi belə yoxdur. Yəni, qara üçbucaq hər dəfə kvadratın, düzbucaqlının eyni yerindədir. Ağ üçbucaqda hər dəfə kvadratın, düzbucaqlının eyni yerində dayanır. Bunların bir-birinə olan münasibəti də eynidir. Gördüyünüz kimi üst-üstə düşən hissələrində qara üçbucaq öndədir, ağ üçbucaqsa onun arxasında görünür, əgər üst-üstə düşən hissələri varsa. Və görürük ki, misal üçün, qara üçbucaq davam elədikcə, burada bax, buradan bu biri tərəfə keçdi, biraz kiçilir, təqribən 1/4 qədər kiçilir. Daha sonra belə çıxır ki, bu yenə də biraz da kiçilməlidir və ən sonda bu həddə gəlib çatmalıdır. İndi bu hədd və bu həddin arasında qara üçbucağı biz necə müşahidə etməliyik? Müşahidə etməliyik ki, bu gördüyümüz qara üçbucaqdan kiçik, bundansa böyük olmalıdır. Yəni, ikisinin arasında bir mövqedə. Buna əsasən biz artıq iki variantı eləyə bilərik. A və C variantlarını. Davam eləsək ki, digər bir xüsusiyyət nə idi? O yerdə ki, onlar üst-üstə düşür. O yerdə ki, onlar üst-üstə düşür. Qara üçbucaq neynir? Ağ üçbucağın üzərində dayanır. Burada da görə bilərik bunu. Burada da görə bilərik. Burada da nisbətən görə bilərik. Belə çıxır ki, onda biz Y variantını da rahatlıqla ixtisar eləyə bilərik. Hətta C-ni də. Bir digər xüsusiyyət ağ üçbucağın hər dəfə bir qədər böyüməsidir ki, bu həddlə bu həddin arasında biz görürük ki, ağ üçbucağı artıq sonda ən böyük olduğu səviyyəyə gəlib çatıb. Burada isə təqribən bu düzbucağının yarısı qədərdir. Deməli, bu ikisinin arasında bir mövqedə dayanmalıdır. Bu da o demək ki, D variantını da biz ixtisar eləyirik. Geriyə bir dənə nə qalır? B variantı. Həm qara üçbucağa görə, həm ağ üçbucağa görə, həm də onların bir-birinə münasibətinə görə ən düzgün variant B variantı olacaq. Keçək digər sual nümunəmizə. Bu sual nümunəsində də iç-içə 3 fərqli fiqur verilib. Bu fiqurların içərisində görsənir ki, bir qara dairə var, bitişik olaraq. Hər biri bu fiqurlardan birinə bitişik formada verilib. Əvvəla bir ola bilər ki, bu qara dairələr içərisində yerləşdiyi fiqurdan azad bir şəkildə özü də ayrıca bir hərəkət trayektoriyası olsun. Amma biz nümunələrə baxanda görürük ki, misal üçün bu mərkəzdəki nümunəyə baxın, bu sağ tərəfə doğru dönüb fiqurun özünün də fırlandığını görürük. Lakin bu fiqurun özündə də bu saat əqrəbin əks istiqamətində dönsə, içərisində qara dairənin də bir növ ona bitişik olaraq elə onunla birlikdə fırlandığını görürük. Belə çıxır ki, bu qara dairələri bizə ona görə verməyiblər ki, bir də onların hərəkət ardıcıllığına baxaq. Əlbəttə ki, onu da izləyə bilərik. Ancaq belə çıxır ki, bu qara dairələr bizə əslində ona görə verilib ki, biz bu fiqurların, tutaq ki, deyirəm, bu ən böyük fiqura baxsaq, bu fiqura, biz bu fiqurun tutaq ki, deyirəm, 90 dərəcə, 180 dərəcə döndərilməsini necə müəyyən eləyə bilərik? Ancaq o şəkildə müəyyən eləyə bilərik ki, həmən onun bir tərəfindəki o qara dairə, axı o fırlandıqca onunla birlikdə fırlanır. Buna əsasən biz fiqurun hansı formada və hansı tərəfə çevrildiyini, döndərildiyini müəyyən eləyə bilək. Yəni, əsas məsələ budur. Qaldı ki, ayrıcalıqda şəkil ardıcıllığını müşahidə eləyiriksə, hər fiquru, hər detalı ayrıca izləmək lazımdır. Yəni, bir-biri ilə qarşılıqlı münasibətlərin yox. Hər fiqurun, hər detalın ayrıca hərəkət istiqamətini müəyyən etməyə çalışmalıyıq. Belə çıxır ki, onda, əgər ki, bu bitişik formada verilibsə, belə çıxır ki, onda bu fiqurun bir tərkib hissəsidir, bu qara dairə. Bu fiqur növbəti dəfə hansı istiqamətə
Yəni bura keçəndə və neçə dərəcə döndərilə bilər? 90 dərəcə saat əqrəb istiqamətində döndərilsə, bax bu gördüyünüz formada alınır. Yaxşı, növbətisində yenə neyləyəcək? Bax, yenə də 90 dərəcə dönəcək və bu gördüyünüz vəziyyəti alacaq. Belə çıxır ki, hər dəfə saat əqrəbi istiqamətində bu 90 dərəcə dönsə, bir digərində hansı formanı almalıdır? Bir növ bu qara nöqtəsi bunun, bax, bu hissəsində görünməlidir. Buna əsasən onda görək hansı variantlar ixtisar olunacaq. Xüsusən də abstraksiya ilə bağlı olan sual nümunələrində ki, bu şifrələrə də aiddir. Mən bir neçə mövzuda bunu deyirəm. Vaxt qazanmaq üçün variantların üzərində mütləq ixtisarları aparmaq lazımdır. Bax, bir dediyim bu xüsusiyyətə əsasən, yəni ən böyük fiqurun hərəkət ardıcıllığına görə, bax burada D variantı artıq ixtisar olunur. Keçək ikinci fiqura, yəni ortada qalan, görsənən fiqura. Ki, bu fiqurda da qara dairə yenə də aşağısında verilib. Bu ona görə imiş ki, biz fiqurun hərəkət ardıcıllığını müəyyən eləyək. Baxırıq ki, burada artıq hardadır? Yuxarı çıxıb. Bundan ötürü 180 dərəcə fırlanmalıdır. Artıq fərq etməz. 180 dərəcədirsə, saat əqrəb istiqamətində də fırlansa, saat əqrəbin əks istiqamətində. Əsas odur ki, tam əks tərəfə çevrilir bu. Digərində baxırıq ki, yenə də 180 dərəcə. Belə çıxır ki, hər dəfə bu fiqur 180 dərəcə fırlanır. Əla. Növbəti dəfə onda belə çıxır ki, bu fiqur, baxın, bax, buradakı vəziyyətdə olacaq. O baxırıq, ona əsasən biz burada ixtisar eləyirik C variantını, biz burada ixtisar eləyirik A variantını. Cəmi 2 variant qaldı. Deməli, həmən düzgün cavabı biz sonuncu fiqurun hərəkət ardıcıllığına görə müəyyən edə biləcəyik. Bu fiqur bax bu vəziyyətdən, burada görürsüz, bu vəziyyətə gəlib. Bundan ötürü nə baş verməlidir? Bax bu fiqurdan belə bir ox çəksək, belə üz aşağı, həmən qara hissəyə doğru. İndi növbəti dəfə bu vəziyyəti alıb bu ox. Neçə dərəcə fırlanmalıdır? Saat əqrəbinin əks istiqamətində 90 dərəcə. Baxın, yenə də 90 dərəcə fırlanıb, indi də bu vəziyyəti alıb. Bir də 90 dərəcə saat əqrəbinin əks istiqamətində fırlansa, belə deyək də, belə bir şey alınacaq. Düzdürmü? Bu isə B variantında özünü göstərir. Keçək bir digər nümunəmizə. Bu nümunəmizdə isə bizə göstərilir ki, bir fiqur verilib, böyük ölçüdə olan bir fiqur və onun ətrafında ona bitişik olan iki kiçik ölçülü də fiqurlar var. İlk növbədə baxırıq ki, bu böyük fiqur hansı formada hərəkət eləyir? Düşünürəm ki, hər dəfə açıq aydın görünür, 90 dərəcə saat əqrəb istiqamətində dönür. Bax, bunu da 90 dərəcə saat əqrəb istiqamətində döndərsək, bu vəziyyət alınacaq. İndi bu biri fiquru da hər dəfə 90 dərəcə döndəririksə, onsuz da bu böyük fiqurun, belə deyək də, bütün variantları da eyni formada verib. Yəni, bizə lazım olan formada. Necə bir formanı almalıdır? Bu formanı almalıdır bu trapesiya. Böyük oturacaq aşağıda, kiçik oturacaq yuxarıda yerləşib. Bu şəkildə alt və ya üst oturacaqlarda deyirik. İndi bunun üzərində gəlin verilən nümunədə digər fiqurların hərəkət ardıcıllığını izləyək. Misal üçün, bu üçbucağın. Əvvəla bu üçbucağı biz bu vəziyyətdə saxlasaq, geri qaytarsaq bunu, bax, çevrilməni nəzərə almasaq, nə baş verib? Əvvəlcə bu üçbucağın, bax, bu tərəfi bitişikdir böyük üçbucağa. İndi fikir verirsiniz, bunu əvvəlki vəziyyətinə qaytarsaq görərik ki, indi isə digər tərəfin fırladıb bunu. Belə çıxır ki, onda bu üçbucağı, kiçik üçbucağı bu istiqamətdə fırladıb, digər üzünü bitişdirib böyük üçbucağa. Növbətisində də ən nəhayətində də kiçik tərəfin bu oturacağı birləşdirib böyük üçbucağın səthinə. Burada da eyni şey keçərlidir. Baxın, burada aşağısında verib bu trapesiyanın üçbucağı. Hansı formada? Gəlin, burada qırmızı ilə çəkdiyim nümunədə onu olduğu kimi göstərməyə çalışaq. Bu formadadır da, düzdürmü? Bunu 180 dərəcə indi çevirsək, bu formada bitişib. Bax, bu trapesiya. Növbətisində isə bu aşağıdakı tərəfi bitişib. Bir digər, üçüncü dəfə fırlananda hansı tərəfi bitişəcək? Bu üçbucağın digər tərəfi. Yəni, bu şəkildə alınacaq. Düzmü təxmin elədik? Tam əksinə
Üzr istəyirəm. Bunu bu şəkildə tam fırlatsaq, hal-hazırki bax burdakı vəziyyətdə bu üçbucağın bu şəkildə bitişik olduğunu görərik. Düzdürmü? Növbəti dəfə bu vəziyyətdə fırlananda bunun bu şəkildə aşağıda kiçik tərəfinin birləşik olduğunu görürük. Bir də fırlansa artıq hansı formada olacaq? Hər dəfə düşünün ki, bu şəkildə bunun üzərindəki üçbucaq da fırlanır. Bir dəfə də fırlansa bu şəkildə görünəcək. Onda sırf buna əsasən biz baxırıq ki, cavablardan bir neçəsini, misal üçün B-ni və D-ni ixtisar etməli olacağıq. Bir digərinə baxsaq, indi bu nədir? Trapesiya. Trapesiyanı gəlin indi bunun böyründə bitişik formada göstərməyə çalışaq. Bax, hər birində bu vəziyyətdə baxacam. Bu qırmızı şəkildə verdiyim trapesiyanın üzərində baxacam. Bu hal-hazırda burada belə birləşib. Bunu bax bu şəkildə göstərsək bu trapesiyanı, həmən bu trapesiyanı fırlatsaq, hansı formada düşəcək? Baxaq. Belə formada olacaq da, düzdürmü? Ona bitişik forması. Bir digər, növbəti dəfə fırladanda, bax bu trapesiya onun üzərində bu formada fırlanır. Alt oturacağı onun üzərində qalır. Bir dəfə də fırlansa, bu şəkildə bunu götürüb fırlatsaq hansı formada olacaq? Bu dəfə artıq böyük oturacağı, alt oturacağı. Böyük oturacağı aşağıda olacaq, alt oturacağı. Kiçik oturacağı yuxarıda, yəni bu şəkildə birləşəcək. Biraz flomaster ilə səliqəli çəkmək olmur, amma ümid eləyirəm ki, bu sizin həmən fiqurun fırlanma ardıcıllığını görməyinizə əngəl törətməyəcək. Bu şəkildə biz baxsaq, bir dənə bu şərti ödəyən cavab Y variantı olacaq. Keçək bir digər sual nümunəsinə. Gördüyünüz kimi, standart, dəyişməyən şeyləri ən birinci müşahidə edirik ki, burada nədir? Baxırıq ki, 9 xanadır və 9 xananın içərisində bu qara dairələrin belə çıxır ki, hərəkət ardıcıllığı var, müəyyən qanunuqla. Baxıram ki, ilk növbədə bu olduğu yerdə qalıb, bu da olduğu yerdə qalıb. Dəyişən bir dənə nədir? Bax bu, diaqonal istiqamətdə bir dama hərəkət edib. Belə çıxır ki, bu fiqurlar hər dəfə biri hərəkət edəcək. Bir digərində eyni şeyə baxsaq, bu dəfə artıq görürsünüz, bu bir dəfə hərəkət elədi, qaldı amma indi öz yerində. Maraqlıdır. Bu da hələ ki öz yerində qalıb, amma bir dənə nə dəyişib? Bu bir dama düşüb aşağı. Gəlib bura. Növbətisində yenə görürəm ki, bu öz yerində qalıb. Baxın, bir dənə fiqur bizə verilən 4 nümunədə heç yerə tərpənmirsə, belə çıxır ki, onun bundan sonra da ardıcıllıqda tərpənməyəcək. Dəyişənlər hansıdır? Bir-birini əvəz eləyərək, ən birinci bu gəldi bura, sonra bu yuxarıdan aşağı düşdü. İndi növbəti dəfə bu gördüyünüz bu dairə yenə hərəkət eləyir öz trayektoriyasına. Necə ki, ən birincidə necə hərəkət eləmişdi? Diaqonal istiqamətdə. Yenə diaqonal istiqamətdə hərəkət eləyir buradan, bax buradan. Gəlib hara? Bura. Və burada niyə görə? Bayaqdan fikir veririk. 3, 3, 3. Niyə indi 2 dənə oldu? Çünki fiqurlar üst-üstə düşdü. Bu ilk dəfə qarşılaşdığımız nümunədir. Fiqurlar üst-üstə düşdüyünə görə artıq biz onlardan birini görə bilirik. Növbəti dəfə ardıcıllıq hansındadır? Gəlin bunu silək. Artıq bilirik ki, sırf ikisinin ardıcıllıqla hərəkəti var. Birinci hərəkət buradan, ikinci hərəkət buradan, üçüncü hərəkət buradan. Növbəti yenə nə hərəkət eləməlidir? Artıq sıra gəlib çatıb buna. Bir dəfə bura gəlmişdi. Bir dəfə də eyni istiqamətdə hərəkətin davam elətdirsə, gələcək bura. Bax, buradan gələcək aşağıya. Belə çıxır ki, onda bu hansı variantda ödənir? D variantında. Hər fiqurun öz hərəkət ardıcıllığına fikir vermək lazımdır. İndi baxıram ki, bu fiqurda, daha doğrusu bu nümunədə həm ən böyük bizə verilən fiqurun özünün bir hərəkət trayektoriyası var, bu ayrı. İçəridə verilən fiqurların öz hərəkət trayektoriyası var, bu ayrı. Bir də hətta rənglər var. Rənglərin də müəyyən bir ardıcıllığı var, bir qanunuqluğu var. Əvvəla biz gəlin ən böyük fiqurdan başlayaq. Bu gördüyümüz, bax həmən bu altı bucaqlıdan söhbət gedir. Bu altı bucaqlı bir belə dayanıb. Sonra neyniyib? Fərz eləyək ki, bax, bir də bunun
dayana biləcək digər forma nədir? Bax, bunu bir dəfə belə çevirsək, bir də çevirsək, yenə bu vəziyyət alınacaq. Ən belə primitiv qaydada desək, heç dərəcə ilə də yox. Ən primitiv qaydada desək, bir dəfə bax bunun uc hissəsi yuxarı düşür, bir dəfə oturacaq hissəsi. Uc hissəsi yuxarı düşür, bir dəfə oturacaq hissəsi. Bu iki vəziyyət bir-birini əvəz eləyə-eləyə gedir. Növbəti dəfə elə bütün variantlarda da görürük ki, bu vəziyyətdə qalmalıdır. Buradakı vəziyyət təkrarlanmalıdır. Növbəti dəfə də eyni şey olmalıdır. Tamam. Biz indi keçək bir-birindən bunları fərqləndirən xüsusiyyətlərini izləməyə. Baxıram ki, burada boz rəngdir, ağ rəngdir, qara rəngdir. Yenə nə gəlib? Boz rəng. Belə də başa düşmək olar ki, bozdan sonra növbəti nə olmalıdır? Ağ rəngdə olmalıdır da. Onda D-ni və A-nı silərəm. Bir digərin ulduzun xüsusiyyətinə baxsam, qara, boz, ağ. Qara, belə çıxır ki, növbəti nə rəng olmalıdır? Boz olmalıdır. Buna əsasən də bax elə A variantındakı ixtisar olunur, D variantındakı ixtisar olunur. Bir digər xüsusiyyət, misal üçün, bu altıbucaqlının içərisində yerləşən altıbucaqlıya baxaq. Əgər bu gördüyümüz böyük altıbucaqlı bu vəziyyətdədirsə, içərisindəki altıbucaqlı bunun kimi dayanmalıdır. Bunun kimi olanda içərisindəki tam əksi. Yəni bunların da hərəkət ardıcıllığı ayrıdır. Bu bir-birini əvəz eləyən bu iki vəziyyətlə dəyişirlər. Belə çıxır ki, növbətisində o bu formada olanda altıbucaqlımız içərisindəki hansı formada olmalıdır? Bax, buradakı formada, rəngi də boz rəng. Baxırıq ki, demək, üzr istəyirəm, rəngi də ağ rəng. Baxırıq ki, burada Y variantı ələndi. Çünki bu istədiyimiz formada dayanmayıb. Qalanlarında iki variantımız qaldı. Bu olduğu kimidir. Ulduzun da təsvirinə baxanda görürük ki, bu ulduz bir dəfə, baxın, bu ox kimi bunu çəksək, bu oxun uc hissəsi yuxarı istiqamətlənib. Digərində isə aşağı istiqamətlənib. Yəni, ulduzu düzdür, biz baş tərəfi, ayaq tərəfi kimi götürənmərik. Adətən belə görürük də, ulduzu həmişə beşbucaqlı ulduzu bu formada təsvir olunduğunu görmüşük. Tutaq ki, ona görə deyək ki, bura baş tərəfi olsun. Növbəti dəfə baş tərəfi hansı istiqamətdədir? Aşağı istiqamətdədir. Növbəti dəfə yenə yuxarı, yenə aşağı. Bir sonrakında yenə də yuxarı olmalıdır. Bu da ödəyir B və C variantlarını. Bəs burada dəyişən və bizim hələ də müşahidə etmədiyimiz başqa hansı xüsusiyyət var? O xüsusiyyət var ki, baxın, bu ulduz yerini içəridə necə dəyişir? Bax, keçir bura, gördüyünüz kimi. Mövqeyini dəyişir hər dəfə. Sonra keçir bu biri tərəfə. Yəni, qalxdı yuxarı. Sonra keçir buradan yenə də bu biri tərəfə. Yəni, bu şəkildə hərəkət edir. Bir digərində artıq harda olmalıdır? Aşağıda olmalıdır. Həmçinin bu boz rəngdə, bu altı bucaqlı neynir? Buradan gəlib keçib bura. Bax, buradan gəlib keçib bura. Növbətisində buradan düşüb aşağıya. Bunların bir-birinə olan münasibəti bu şəkildədir. Bir də növbətisində keçib bura. Bir də növbətisində harda olmalıdır? Yuxarı tərəfdə. Və yaxud da bunu bir başqa cür necə görə bilərdiniz? Ümid edirəm ki, siz də testlər üçün videonu dayandırırsınız, özünüz də həll etməyə çalışırsınız. Daha sonra cavabınızın düz olub-olmadığını elə videonu izləməklə, təkrar izləməklə görə bilərsiniz. Bax, bu diaqonal xətt boyunca həmişə fiqurlar düzülür. Yəni, bu cürdə baxa bilərik. Ona görə cavab olacaq C variantı. Keçək digər nümunəmizə. Bu nümunəmizdə də dairə 8 hissəyə, segmentə ayrılıb və bunların içərisində biz görürük ki, bu hissələrin içərisində biri qara rəngdədir, bir onun hərəkət ardıcıllığı var, bir də iki fərqli fiqur var. Onlar da bir-birindən sərbəst, yəni ayrı, öz hərəkət ardıcıllığı ilə hərəkət edirlər. Və dediyim kimi, biz hər fiqurun hərəkət ardıcıllığını ayrıca izləməliyik, bir-birinə olan münasibəti ilə yox. Misal üçün, əvvəlcə izləyək görək bu qara hissə necə yerini dəyişir? 1 dama, 2 dama. Gəldi bax bura. Sonra nə edib? 1 dama, 2 dama. Deməli, bunun ardıcıllığı ilə hər dəfə 2 dama hərəkətdir. Yenə 1 dama, 2 dama. Bax, gəldi bura. Yenə 1 və 2 dama hərəkət eləsə, bu harda olmalıymış? Bax, bu gördüyünüz hissədə olmalıdır. İndi burada Y variantı ixtisar olundu. Buna əsasən B variantı ixtisar olundu. Buna əsasən davam eləyək. Bir digər fiqurun hərəkət ardıcıllığını izləyək. Tutaq ki, deyirəm, ürək formasında olan fiqur. Neyniyib?
Sadə əqrəbi istiqamətində bir dama hərəkət eləyib, bax gəlib bura. Sonra fikir ver, bir dama yox, 2 dama hərəkət eləyib, gəlib bura. Növbəti dəfə 1, 2, 3 dama hərəkət eləyib, bax, gəlib bura. Bir digərində də 4 dama hərəkət eləməlidir. 1, 2, 3, 4 dama hərəkət eləyib. Bax, o da burada olmalı idi. Bir növ qara fiqurla üst-üstə düşməlidir. Bax, burada Y variantında əslində ürəyin yeri düz yerdə verilib. Amma bir digər baxdığımız hissə düzgün olmadığına görə bunu silmişik. Belə çıxır ki, onda C variantında əminliklə ixtisar eləyə bilərik. Keçək bir digərinə. Çünki burada artıq 2 variantımız qalıb. Baxın, bu ulduz, 4 güşəli ulduz necə hərəkət eləyib? Ya sadə əqrəbi istiqamətində, ya sadə əqrəbin əks istiqamətində. Çünki tam əks tərəfə keçib. 4 dama hərəkət eləyib. Amma digərinə baxsaq görərək ki, sadə əqrəbin əks istiqamətini göstərsək daha yaxşı olar. 2, 3, 4. Gəldi bura. Növbətisinə baxın. 1, 2, 3. Bax, gəldi bura. Bir digərinə baxaq. 1, 2. Buradadır. Biz niyə görmürük? Çünki üst-üstə düşüb. 2 dənə eyni rəngdə fiqur üst-üstə düşüb, ona görə görünmür. Və bəzən tələbələri çaşdıran məqamda bu olur. Növbəti dəfə onda neçə dama hərəkət eləyəcək? Bu 2 dama hərəkət eləsə, ən sonda da 1 dama hərəkət eləyib, gəlməlidir bu hissəyə. Baxaq görək, bu harda ödənir? Bu ödənir D variantında. Keçək bir digər sual nümunəmizə. Gördüyümüz kimi 4 dənə fərqli oxlar var. Əvvəla bunların içərisində bir rəng var. Deməli, bu rəngin də bir müəyyən ardıcıllığı var. Bir də onların öz yerlərində çevrilməsini analiz edəcəyik. Maraqlı bir sualda fikir verin. Bax, burada bozlar bu istiqamətdə dayanıb. Növbətidə görürük ki, bozlar gəldilər eyni istiqamətdə dayandı. Qara da keçdi bu bir tərəfə. Tələbələri ən çox bu hissəsi çaşdırır. Baxın, burada sadəcə nə baş verib? Hərəkət eləyən bir dənə fiqur var, rəng var və bu rəng hər dəfə başqa biri ilə yerlərini dəyişir. Misal üçün, qara rəng keçir bura. Bura keçirsə boz nə etməlidir? Onunla yerini dəyişməlidir. Bozla sadəcə bax yerini dəyişib. Növbətidə görürsüz bundan əvvəl bax bu boz və qırmızı olduğu yerdə qalıb. Düzdür? İstiqamətlərini dəyişib amma olduğu kimi qalıb. Qara ilə boz yerini dəyişdi. Növbəti dəfə qara qırmızı ilə yerini dəyişir. Yəni qırmızı qalxır yuxarı, qara düşür onun yerinə. Belə çıxır ki, bundan sonra da bu qara nə ilə yerini dəyişməlidir? Bozla yerini dəyişməlidir. Yəni burada digər rənglər dəyişmir. Bax fikir verin. Bu 2 rəng dəyişməmişdi, bozla qara yerini dəyişmişdi. Bu 2 rəng yerini dəyişməmişdi bura keçəndə. Bu qara ilə qırmızı yerini dəyişmişdi. İndi bu yuxarıdakı 2 rəng yerini dəyişməyəcək. Aşağıda bozla qara yerini dəyişəcək. Bax bu ardıcıllığı bu şəkildə görmək lazımdır. Nəticədə qara bilirik hansı tərəfdə olmalıdır? D-dəki kimi deyil və digər variantların hər birində eynidir. Yəni qara rəng aşağı sol tərəfdədir. İndi baxaq görək bəs digər tərəfdən bunların elə bil müəyyən qədər hərəkətləri də var. Hər bir fiqurun öz yerində hərəkəti. Bəzən tələbə fikirləşir ki, budur, keçib bura. Yəni bu öz yerini dəyişdiyinə görə bununla bir yerdə keçib bura. Bu şəkildə baxsaq, növbətidə bir ardıcıllıq tapa bilməyəcəyik, müəyyən eləyə bilməyəcəyik. Amma biz buna necə baxmalıyıq? Hərəsi bir növ öz yerində 4 yerə ayırmışıq. Hər bir fiqur öz yerində fırlanır. Rənglər isə onun üzərində dəyişən bir şeydir. Yəni konkret bir rəng bir fiqura aid deyil. Deyək ki, qara rəng keçibsə bura, bu fiqurdur, gəlib keçib bura. Xeyr, o şəkildə baxmırıq. Burada bu gördüyünüz hissə necə hərəkət eləyib? Bunu da hardan yaxşı bilə bilərik? Bir ox çəkək bunun uc hissəsindən. Bu ox sizcə indi bu vəziyyətə gəlibsə neçə dərəcə fırlanıb? Baxın, 90 dərəcə sadə əqrəb istiqamətində fırlanıb gəlib belə. İndi bir də fikir verin, eyni yerdə duran fiqura yenə bir ox çəkirəm. İndi neçə dərəcə fırlanıb? Bu oxları gətirib bir-birinə birləşdirsək paralel köçürmə ilə, bax bunu belə köçür. Görürəm ki, yenə 90 dərəcə fırlanıb. Belə çıxır ki, sadə əqrəb istiqamətində bu gördüyümüz hissə hər dəfə 90 dərəcə fırlanacaq. Yaxşı, gəlib bu vəziyyəti alıb. Bax, bu oxdur. Bu bir də 90 dərəcə fırlansa hansı vəziyyət alacaq? Bu vəziyyəti
alacaq. Yəni, həmən o çəkdiyimiz uc hissə aşağı, sol tərəfə istiqamətlənməlidir. Bu da hansı variantlarda ödəmir? B variantı ixtisar eləyirəm. Demişdik ki, həmişə neyləyəcəyik? Variantlarla işləyəcəyik. Bu bizə vaxt qazandırır. Artıq gördüyünüz kimi 3 variant ələnib. Biz axıra kimi testi həll edib sonra variantlara baxmalı olsaq, yəqin ki, vaxt itirərik. Keçək indi bir ayrıca bu hissənin fırlanma ardıcıllığına baxaq. Görək bu necə fırlanır. Baxıram ki, bu da həmçinin neynir? Hər dəfə bax bu vəziyyətə gəlibsə, deməli bu da hər dəfə 90 dərəcə fırlanır. Yenə 90 dərəcə fırlanır, bir də 90 dərəcə fırlansa, bir növ bax bu şəkildə olacaq. Bu şərti də ödəyir. Həm burada Y variantı, həm A variantı. Amma Y və A variantı arasında bir dənə xüsusiyyət var. Axı biz demişdik, bu iki tərəf rəngləri sabit qalacaq. Aşağıda qara yerini bu dəfə bu bozla dəyişəcək. Əgər ki, bu qara yerini bu bozla dəyişibsə, bozla qırmızı niyə öz yerini dəyişsin? Ona görə də cavab nə olacaq? Y variantı olacaq. Əgər ki, bunu tutaq ki, bir neçə variant hələ də davam etsəydik, aralarında baxsaydıq, baxacaqdım sonra bu hissəyə. Görəcəkdim ki, bax bu ox hansı istiqamətində döndərilib. Amma bu aşağı tərəfdəki 90 dərəcə saat əqrəbinin əks istiqamətində döndərilmiş olacaq. Bir digərində baxaq, buranı silim. Baxın, yenə də hansı istiqamətdə döndərildi? Yenə də saat əqrəbinin, oxu ona görə çəkirəm ki, daha rahat görə bilək, saat əqrəbinin əks istiqamətində döndərildi. Yəni, hər hissənin hərəkət ardıcıllığına ayrıca baxmaq lazımdır. Keçək bir digər sual nümunəsinə. Bu sual nümunəsində görürük ki, yuxarıda bir dənə nümunə verib. Ən birinci gəlin bu nümunəni analiz edək. Bu nümunədə nə baş verir? Bax, burada görürəm ki, bu yerdə həmişə bir dənə fiqur var. Sadəcə olaraq bu fiqur elə bil ki, istiqaməti həmişə əks tərəfə dəyişir. Bunun 180 dərəcə çevrilməsi kimi başa düşək və yaxud da əksinə çevrilməsi kimi başa düşək. Əsas odur bilirik ki, ola biləcək hər iki forması da artıq burada var. Birinci, ikinci forma. Təkrar qayıdıbsa birinci formaya, deməli bu şəkildə də davam eləyir də. Yəni, bundan ötürü onun əks istiqamətə fırlanıb, güzgü əksi verib, yəni necəsə olduğunu müəyyən etməyə heç düşünürəm ki, ehtiyac yoxdur. Çünki iki fərqli tipi var, ikisi də burada var da onsuz da biz görürük. Növbəti ardıcıllığından bilirik ki, bu oxun hər istiqaməti yuxarıdırsa, bir dənəsi də olsaydı, oxun istiqaməti bu dəfə aşağı olacaqdı. Misal üçün belə. İndi burada baxırıq ki, bir paraleloqram var, bir bu formadadır, bir bu formadadır. Deməli, növbəti, əgər bizə verilən nümunə yuxarıdakıdırsa, biz yuxarıdakının ardıcılığı ilə gediriksə, növbəti dəfə bu paraleloqramın forması B olacaq da. Bunu ödəməyən şərt varsa, gəlin indidən onu ixtisar eləyək. İşimizi asanlaşdırmaq üçün. A variantı. İxtisar olundu, getdi. Sonra izləyək buradan bu qara nöqtələri. Görək bu qara nöqtələr nə ilə bağlıdır? Yuxarıdakı nümunəyə baxaq. Yuxarıdakı nümunədə bu qara nöqtə neyinir? Qara nöqtə əvvəlcə bu üzün üzərindədir. Və özdə aşağı tərəfində. Sonra bu üzün üzərindədir. Yenə də aşağı tərəfində. Və yaxud da belə deyək də, bunu bir müstəvidə düz formada göstərsək, sol tərəfində. Belə başa düşə bilərik. Yenə keçib bu biri tərəfə. İndi bu da elə eyni yerdə, eyni ardıcıllıqla davam edirsən. Növbəti dəfə də olmalıdır harda? Burada. Başqa yerdə olası deyil ki. Buna görə B variantında düşünürəm ki, ixtisar olunur. İxtisar olunur. Hətta D variantı da ixtisar olunacaq. Cavab qaldı nə? C variantı. Üstəgəl, biz burada düzdür. Variantların üzərində işlədik. Aha, C variantından başqa Y variantı da qalmış. Üzr istəyirəm. Mən elə bildim onu da artıq ixtisar eləmişəm. İndi bunun ardıcıllığını izləsək, görək necə bir ardıcıllıq var. 2 variant qalıbmış. Bəli. 2 variant. Davam edirik bu 2 variantla. Burada bir 5 bucaqlı var. Gəlin ilk öncə bunun yerində dayanan fiqur başqa hansı şəkildə hərəkət edib, ona fikir verək. Sonra baxarıq. Görürəm ki, bu şəkildə dayanıb. Ən birinci bu hissəsi bitişikdir. Bu 6 bucaqlıya. Sonra əks hissəsi. Yəni bitişikdir bu tərəfə. Buradan neçə dama hərəkət edib? Bu 1 dama, bir də bu qədər hərəkət edib, gəlib bu biri tərəfdə dayanıb. Bir növ belə deyək, 2 dama hərəkət edib. Sadəcə bu tərəfindən də keçib bu biri tərəfinə. Yerini də dəyişib. Belə də götürə bilərik. Yenə baxıram. 1, 2 dama hərəkət edib. Sadəcə elə bir ki, bu tərəfindən keçib bu biri tərəfinə. Yəni öz yerini də dəyişir. Bir xəttin, bax bunu bu üzlərdən, xətlərdən biri kimi götürsək,
Bu və bu tərəfində öz yerlərini də dəyişə bilirim. Belə bir şey. Amma hər dəfə də çevrilir. Yaxşı. Bax bu 5 bucaqlı əvvəlcə bu formadadır. Bax görürsüz bu uc tərəfi bitişikdir nəyə? Yuxarı tərəf kimi götürək də bunu lap. Belə götürsək bu 5 bucaqlını. Bunun hansı tərəfi? Bu tərəfi. Bitişikdir bu 6 bucaqlıya. Növbəti dəfə isə aşağı tərəfi, yəni tam əks tərəfi bitişikdir 6 bucaqlıya. Bir də növbətisində hara gələcək bu dedik. Buradan 1, 2 və yeri də olmalıdır bu tərəfdə. Özü də necə? Bu dəfə aşağı tərəfi bitişikdirsə, növbəti dəfədə yenə də yuxarı tərəfi bitişik olmalıdır və burada yerləşməlidir. Bu da bayaq da elə bunu seçmişdik, amma Y variantı da qaldığına görə təzədən baxmalı olduq. Düzgün cavabımız elə olacaq C variantı. Keçək bir digər sual nümunəsinə. Bu sual nümunələri hər nə qədər misal üçün sizə qarışıq, çətin görsənə bilər, amma onu deyim ki, dim nəşrlərində bu tip suallar var, istifadə olunur. Çox güman ki, nə vaxtsa qarşılaşa da bilərik. Gəlin biz əvvəlcədən bu sualları necə həll etməliyik ona indidən hazırlaşaq. Baxırıq ki, müxtəlif, yəni bir cədvəl formasında verib, sətirlərdir. Bax, burada görürsünüz qeyd eləyir. Birinci sətir, ikinci sətir, üçüncü sətir və hər sətirdə eyni fiqurlardır, daha doğrusu kvadratların içərisində, damaların içərisində eyni fiqurlardır və onların yer dəyişməsi var. Əlbəttə ki, bu müəyyən bir qanunauyğunluqla olmalıdır da, düzdürmü? Biz davam eləyək. Bax, burada tutaq ki, bu boz rəngdən. Ən birinci bunu verib də. Bu boz rəng neyniyib? Növbəti sətrə keçəndə. 1, 2, 3, 4 dama neyniyib? Bax, buradan irəliyə keçib. Deməli, bunun hərəkət ardıcıllığı budur. Görək, bu ikinci dəfədən belədir. 1, 2, 3, 4. Deməli, hər dəfə 4 dama sağa doğru bu sürüşməlidir. Yaxşı. Bizə bu nümunədə 1-i verib, arada 2-ni verməyib. Tələbələri bu çaşdıra bilər. Yəni 2-ni axtara bilər burada, 2-nin xüsusiyyətini. Amma biz 2-ni yox. Biz 3-cü sətrin 1-ci sətrə görə 3-cü sətrin xüsusiyyətinə baxırıq. Onda belə çıxır ki, bu boz dama neçə dama öz yerini dəyişəcək? 1, 2, 3, 4, 5, 6, 7, 8. Niyə? Çünki hər dəfə 4 dama hərəkət eləyir sağa doğru. Onda gəlin elə bu boz damanı, baxaq, burada harda verib? Bu gördüyümüz hissədə verib. 8 dama keçirək bu bir tərəfə. 1, 2, biraz səliqəsiz alınır. 3, 4, 5, 6, 7 və nəhayət 8. Deməli, boz dama harda olmalıdır? D variantındakı kimi deyil. Y variantındakı kimi deyil. Burada bir dənə bizə qalan nədir? A variantı. Cəmi bir dənə xananın xüsusiyyətini analiz elədik. Amma əlbəttə ki, bunu düzgün etməliyik. İkinci sətirdə kimi yox, üçüncü sətirdə kimi axtarırıq. Biz tutaq ki, deyirəm, biz başladıq elə biri müzakirə elədik, birin üzərindən getdik və cavabı da çox rahatlıqla tapdıq. Tutaq ki, biz bunun izləsəydik. Bu da hər dəfə neyinirdi? 1, 2, 2 dama hərəkət eləyirdi. Yenə 1, 2, 2 dama hərəkət eləyirdi. Biz əgər bunu burada veribsə, 1, 2, gəldik ikinci sətirdəki yerini tapdıq. 1, 2, gəldik növbəti dəfə hansı yerini tapdıq bunun? Hər dəfə hərəkət eləyirsə, növbəti dəfəki yeri hansıdır bunun? Üçüncü sətirdəki yeri. Yəni bu şəkildə hər bir fiqurun ayrıca hərəkət ardıcıllığını izləyib cavabı tapa bilərik. Keçək bir digər sual nümunəsinə. Tələbələr bu sual üzərində də bəzən çox vaxt itirirlər. Əsas odur ki, bu qayda nədir, qanunauyğunluq nədir, onu tapmağa çalışmalıyıq da. Biz baxıb görürük ki, buradan digərinə bir ardıcıllıq kimi baxsaq, nələr dəyişib? Hansı hissələr öz yerini dəyişib? Hansı hissələr olduğu kimi qalıb? Baxın, bu olduğu kimi qalıb. Bu olduğu kimi qalıb. Bu olduğu kimi qalıb. Bəs dəyişən nədir? Bax, bu iki dənə fiqurdur. Fikir verin, burada dəyişiklik var. Yəni, bir növ, ən azından bir 180 dərəcə bu fiqur fırlanıb deyə bilərik. Və yaxud da ki, elə bunlara ayrı-ayrı fiqur kimi baxırıq. Fırlanma kimi yox. Deməli, bu ikisi dəyişibsə, sizcə bu iki fiqur niyə dəyişə bilər? Əlbəttə ki, biz görürük ki, bunlar ikisi də eyni fiqurdur. Bəlkə onda belə bir şey var da, eyni olanlar hər dəfə üst-üstə düşən eyni olanlar dəyişsin.
Bax, eyni olanlar dəyişib. Növbəti dəfə gəlib alınıb nə? Bu vəziyyət. İndi bu vəziyyətdən də digərinə keçəndə görək nə baş verir. Bax, bu. Heç bir oxşarı yoxdur ki, bu 5 dənə dairədən. Yox, olduğu kimi qalıb ona görə də. Ondan sonra bu. Heç bir oxşarı yoxdur ki, burada. Olduğu kimi qalıb. Bu. Oxşarı yoxdur ki, bax, bunların içərisində. Ona görə də bu da olduğu kimi qalıb. Dəyişən nədir? 2 dənə qara. Deməli, eyni olanlar hər dəfə neynir? Dəyişir, başqa fiqura keçir. Fərqi yoxdur bu hansı fiqura keçməlidir. Əsas odur ki, o dəyişməlidir. Bizim müəyyən elədiyimiz qanunuğunluq budur. Baxıram ki, bunlar ikisi yenə də dəyişib. Bu dəfə də belə bir vəziyyət alıb. Yaxşı, görək indi burada eynilər nədir? Burada yenə də eyni olanlar bu 2 dənədir. Belə çıxır ki, bu hissədə duran fiqur yenə də əvvəldən olduğu kimi yenə də sabit qalacaq, olduğu kimi qalacaq. Onda belə çıxır ki, A variantını ixtisar eləyirik. Daha sonra baxırıq, burada bu fiqur eyni olaraq qalacaq. Amma burada C variantında o eyni fiqur olsa da onu 180 dərəcə fırlanmış vəziyyətini görürük. Bu da getdi. Bu 3 variant arasında baxıram ki, bu da sabit qalmalı idi. Dəyişiklik olmamalı idi. Buna görə B variantı da ixtisar olundu. Buna görə D variantı da ixtisar olundu. Cavab oldu nə? Gördüyünüz eyni olan hər iki fiqur dəyişdi, Y variantı alındı. Belə əziz izləyicilər, ümid eləyirəm ki, dərsimiz sizin üçün faydalı olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.